İmam məktəbiyle uzun sürən bir ənənəvi əməkdaşlığımız var. Mən düşünürəm ki, bu proses daha uzun illər davam edəcək. Çünki Azərbaycan xalqı hər zaman ona xidmət edən şəxsləri həmçinin zaman qəlbində onun xatirəsini hər zaman yaşatmağa çalışır. İmam məclisində qeyd etdiyi kimi bu yarışımızı Ümumi Liderliklər Birliğinin anadan olmasının 102. il dönümünə həsr etmişik. Məqsədimiz Sivil şahmatçıların inkişafına övrəndi vermək, həm də ulu öndərə sevgimizi, məhəbbətimizi bir daha ifadə etmək. Bax, biz niyə hər zaman bu məqama sizin diqqətində çatdırmağa çalışırıq? Sizlər də böyüyərkən yaşınızda bir hədəfiniz, məqsədiniz olmalıdır. Xalqa və dövlətə layiqli vətəndaş kimi yetişməlisiniz. Xalqa və dövlətə xidmət edən şəxslərdən biri olmalısınız. Harada, hansı məqamda, hansı vəzifədə olmağınızdan asılı olmayaraq düşüncəniz, amalınız, istəyiniz, məqsədiniz dövlətinizə, xalqınıza xidmət etmək olmalıdır. Biz bu günləri, bax görürsünüz, tədbirə başlamadan öncə şəhidlərimizin və ulu öndərlərin xatirəsini bir dəqiqə sükutla yad etdik. Niyə? Çünki onlar bizim xalqımıza xidmət edirlər, vətənimizə xidmət edirlər. Dolayısıyla bu xidmətlərinə görə də qəlbimizdə özləri üçün bir məhəbbət tatlıqlar, bir hörmət abidəsi dağılışlar. Bax, bu əsl vətəndaşlıq nümunəsidir, bu əsl xalqa xidmət etmək nümunəsidir. Mən sizin hər birinizə xalqın sevimlisi olmaq, xalqın